Babalarımızın ədavətinə görə Qarabağa girişimizə stop qoyulub. Bunu iddia edən Laçın rayon Biçəniz kənd sakini Əliyev Sözalı Baxşeyişoğlu Media TV Azmedia qrupuna bildirib ki, işğaldan azad olunmuş Qarabağ ərazisinə qardaşı və xalası oğlu daxil ola bilmir. Əliyev Sözalı onu da bildirir ki, uzun müddətdir araşdırmaları və nazirliklərə müraciəti nəticəsində məlum olub ki, onun Qarabağa girişinə stopu daşınmaz əmlakın Xankəndi üzrə nümayəndəsi Əhmədov Əhməd Bəhmənoğlu tərəfindən qoyulub. Birinci Qarabağ müharibəsinə 16 yaşında qoşulan Sözalı Əliyev deyir, uğrunda öləcəyi torpağa onu buraxmırlar. Onun və yaxınlarının adına qoyulmuş stopun götürülməsini istəyir. Əliyevi təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Əliyev Sözalı Baxşeyişoğlu, Laçın sakiniyəm. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Aprel döyüşünə, Vətən müharibəsinə könüllü olaraq səfərbərlikdən, voyinkomatdan, qeydiyyatdan keçmişəm. Dövlətçilik üçün hər vaxtı mən düşmənə qarşı mübarizə aparmışam. Bu günlə canımdan, qanımdan keçməyə hazıram. Cənab Prezident, sizə bildirirəm ki, etibar etdiyiniz nümayəndələr sizə yanlış informasiya çatdırırlar. Əhmədov Əhməd Bəhmənoğlu, onun müavini Ələsgər vəzifə səlahiyyətindən istifadə edərək səbəbsiz yerə bizə stop qoyub. Qarabağa girişə stop qoyubdur. Yəni 34 ildir o torpağın həsrəti ilə yaşamışıq. Bugün mən Qarabağ torpağına gedə bilmirəm. Mən özümü təhqir sayıram. Mən Azərbaycan vətəndaşıyam. Qardaşımla mənlə bir yerdə Qarabağa stop qoyulub. Heç hansımız gedə bilmirik. Yaxın vaxtlarda biz həsrətin çəkdiyimiz o Qarabağ torpağına köç edəcəyik. Mən necə köç edəcəm? Nə edəcəm? Mən söz tapa bilmirəm. Mən artıq neçə aylardır əsəb xəstəliyinə tutulmuşam. Yəni çox əziyyət çəkirəm, əzab çəkirəm. Mənəvi mənə dəymiş zərəri heç nə ilə ödəyə bilməz. Onu da bildirim ki, Əhmədov Əhməd Bəhmənoğlu Laçın rayonunun Biçəniz kəndinəndir. Mənlə eyni kənddənik. Əhmədin babası ilə mənim babamın arasına olan ədavəti bugün məndən çıxır. Məndən düşmənçilik ədavəti aparır. Vəzifə səlahiyyətlərini istifadə edir. Xankəndi nümayəndəsinin sədridir, çox özbaşınalıq eləyir. Çıxışımın sonunda da bildirirəm ki, Kamran Əliyev cənablarına, Vilayət Eyvazov cənablarına, Cənab Prezident, sizə hüquqi qiymət verəsiniz, bu iş nəzarətə götürülə, tez bir zamanda mənim qardaşımın, xalam oğlunun stopu götürülə. Mən çox təhqir sayıram. Mən Qarabağ həsrəti ilə bu günlə yəni istəyirəm ki, o torpaqlarda gedəm, öləm. Xahiş edirəm ki, tez bir zamanda bu stopu götürdəsiniz.